Hər vaxtınız xeyir olsun. Prizmanın növbəti buraxılışında xoş gördük hər birinizi. Necəsən Aydan? Çox sağ ol Sevinç, yaxşıyam. Ümidvaram ki, izləyicilər də yaxşıdır. Sizlərə xoş izləmələr arzulayırıq. Sevinç, çox uzatmadan xəbərimiz çoxdur. Bəli, bəli. Keçirik xəbərlərə. İlk xəbərimiz nədir? İlk xəbərimiz Bakıda itkin düşmüş şəxsin qətlə yetirildiyi müəyyən edilib. Məlumata görə Elmira İbrahimova ərini tüfənglə vuraraq öldürüb və meyiti evlərinin həyətində basdırıb. O, izi itirmək üçün məzarın üzərinə gül çiçək əkib, polisə isə ərinin itkin düşdüyünü bildirib. Araşdırma zamanı Samir Əliyevin meyiti həyətdən çıxarılıb. Qətli törətməkdə şübhəli bilinən Elmira İbrahimova saxlanılıb. Faktla bağlı istintaq davam edir. Xəbəri ilk eşidəndə beyində formalaşan fikir budur ki, yüksək ehtimal ki, həmin o cinayət hadisəsi planlaşdırılaraq baş verib. Bəli. Bunun psixoloji olaraq açıqlamasına gələndə, çünki əgər planlaşdırılmış cinayətdirsə, öncədən harda basdırılacağı, cinayət alətinin gizlədilməsi, mərhumun harda, necə, hətta məsafənin belə burada çox önəmi var. Planlaşdırılmamış, yəni çox ani situasiya daxilində baş verən cinayətlərdə bu tamamilə əksinə olur. Yəni sadəcə olaraq ki, o an o həyəcanın, o adrenalin içində olduğuna görə dəqiq konkretliyi ilə bilə bilmir ki, harda gizlətsin bunu. Bəli. Ona görə də yəni gizlətmək belə mümkün olmur. Amma planlaşdırıldığı zaman necə olub? Evinin həyətində olub. Bəli. Daha yaxın yerdə, heç kimin ağlına gəlməyəcək bir yerdə. Hətta elə ola bilər ki, cinayət alətini belə evinin içində hər gün gördüyü bir yerdə saxlaya bilər. Bu həmçinin də psixoloji olaraq qarşı tərəfi aldadır ki, mən nəyə görə cinayət alətimi göz önündə saxlayım? Tərs psixologiya deyək buna. Bəli. Amma tamamilə əksidir. Bir çox ehtimallar ola bilər cinayət törədilməsi. İndi biz bunu bilmirik. Bilmədiyimiz bir mövzu barəsində isə daha nə isə müzakirə edib ətraflı şəkildə deməmiz yanlış olar. Mən istəyərdim bu xəbərin rəylərini də bölüşərdin. Ondan sonra bir onlara da açıqlama verərdim. Rəylər heç ürək açıcı deyil, çünki qadınların hamısı rəydə deyirlər ki, yaxşı eləyib, əllərin dərd görməsin, hətta bunu zarafata salanlar da var, üstünə gül əkib, sən vuran yerdən gül bitir deyənlər də var. Yəni bunu mən o qadınlardan biri olaraq əslində onları anlayıram. Burada ironiya etmək istəyiblər. Çünki istənilən bir qadın cinayətinin xəbərinin rəy bölməsinə daxil olduqda biz orada görürük ki, namussuzluq eləyib öldürüb də. Gecə vaxtı orada nə işi var idi? Nə geyinmişdi və s. Yəni cinayətə don geyindirirlər. Bunu da ironiya olaraq qadınlar bu cür qarşılıq verirlər, amma bu düzgün deyil. Çünki cinayətdir. Ortada bir cinayət var. Fərqi yoxdur. Kişi qadını öldürüb, qadın kişini öldürüb. Yəni ölənin cinsindən, yaşından asılı olmayaraq ortada bir cinayət var və bunu biz gözəlləşdirə bilmərik. Sən də qeyd etdiyin kimi, cinayət cinayətdir. Bunun nə qadını, nə kişisi, yəni cinsiyyəti və yaş faktoru yoxdur. Bəli. Əsas nəticədir. Səbəb təbii ki, araşdırılmalıdır. Bir çox səbəbdən dolayı ola bilər. Qarşı tərəfin, yəni cinayəti törədənin psixologiyası nəzərə alınmalıdır. Həmçinin mərhumun özünün belə psixologiyası araşdırılıb ortaya çıxarılmalıdır. Amma yenə də nəticədir və cəza olmalıdır. Necə ki, olur. İndi isə gələk həmin o rəylərə. Əslində burada bir növ qadınlar da sanki, necə izah edim, bəylər bunu edir və qadınlar da onlar kimi etməyə çalışır. Bəli. Bu yanlışdır. Biz əslində əgər nəyisə müdafiə etməyə çalışırıqsa, bunu yanlış olduğunu göstərməyə çalışırıqsa, bunu doğru şəkildə. Yəni necə? Doğrusu nədirsə, o cür çatdıraraq. Sözünü kəsirəm, bunu da əlavə etməli idim. Çünki biz alışmışıq. Bizə biri pislik edir. Normal həyat, gündəlik həyatımızda da bunu edirik. Pisliyə pisliklə qarşılıq vermək lazımdır, deyirik. Səhifələrdə deyirik, necə deyirlər o? İynəli sözlər yazırlar. Ən çox etkiləşim alan, ən çox paylaşılan, ən çox rəy yazılan o paylaşımlar olur. Deyir ki, kimsə necə rəftar edirsə, sən də o cür ona rəftar etməlisən. O cür etməlisən ki, o anlasın. Mənim fikrimcə bu düzgün deyil. Yəni mənim xarakterim əgər budursa, mən dönüb ona onun kimi reaksiya verməməliyəm. Mən özüm kimi qalmalıyam və özüm kimi reaksiya verməliyəm. Haqlısan Sevinç. Bəzən doğrudur ki, ola bilər insana özü kimi davranasan, amma bəzi nüanslar ola bilər ki, kənara çıxıla bilər bundan. Yəni necə? Çünki həqiqətən də elə bir nüans olur, elə bir situasiya yaranır ki, qarşı tərəfə özü kimi davranmalısan ki, ən azından bunu anlasın və görsün.
Təbii ki, bu cinayətə haqq qazandırmır. Bunu nəzərdə tutmuruq. Yəni o mənə zərər verdi, mən də ona zərər verim. Xeyr, balanslı şəkildə olmalıdır. Misal üçün, qarşı tərəf sənə duyğusal olaraq zərər verir, amma sən ona onun canı ilə zərər vermiş olursan. Bəli. Kimin kimə gücü çatdı misalı. Cinayətin törədilmə səbəbi ortada deyil. Hələ istintaq davam edir deyə qeyd etdin. Məncə gələn həftə üçün yəqin ki, açıqlama verilər bu barədə. Əgər uyğun olarsa, yenidən müzakirə edərik bu barədə. Keçəkmi növbəti xəbərə? Keçmədən əvvəl bir şey qeyd etmək istəyirəm. Aha. Biz bu cür xəbərlərdə nəticəni çox vaxt görmürük. Xəbər səhifələrinin bu gün məqsədi bizə olan bitəni çatdırmaq deyil sanki. Hadisəni bizə yarım yapalaq şəkildə verirlər. Biz müxtəlif ssenarilər qururuq öz beynimizdə və şərhlərdə yazılan rəylər də bunu göstərir. Məsələn, ötən günlərdə bir cinayət də baş vermişdi. Ər tərəfindən qadın qətlə yetirilmişdi. Ər daha sonra bir video çəkmişdi. Videoda elə göstərmişdi ki, sanki qadın çox böyük bir qəbahət edib. Qəbahətini də demirək, açıq-aydın, yəni ər heç nə demir. Sadəcə olaraq rəylərə daxil olduqda artıq qadının xəyanət etdiyini biz görürdük. İnsanlar çünki başa düşmək istədikləri kimi başa düşür mövzuları. Xəbər isə aydın şəkildə verilmir. Bu yaxınlarda mən başqa bir videoda gördüm ki, sən demə, bu cinayətin səbəbi qadının boşanmaq istəməyi imiş. Ər xarici ölkədəymiş, qadın boşanmaq istəyib, deyib sakit dur, sus otur. Bu mövzuya da qayıdacağıq. Sus otur deyirmiş və qadın da boşanmaq istədiyini israrla bildirdikdə gəlib onu öldürür. Ki, necə sən məndən boşana bilərsən? Doğrudur. Bəylərdə bu halda olur ki, qəbul etmirlər, razılaşmırlar. Necə məni bir qadın tərk edə bilər deyə düşünürlər. Amma bu bir yerdən də qaynaqlanır. Həm böyümə şəraitindən. Əgər bir ortamda, bir ailənin içərisində kişi obrazı daha basqındırsa, daha dominantdırsa, hər zaman düşünür ki, kişinin sözü orada keçəcək, kişinin sözü ən son kişinin sözüdür. Halbuki münasibət dedikdə, ailə dedikdə balanslı şəkildə hər ikisinin də fikrindən yaranan bir qərar olmalıdır. Ola bilər qadın yanlış desin, ola bilər kişi daha doğru desin, amma kişi belə o doğrunu qadına doğru kimi, yəni doğru formada izah edərək doğruya çəkməyi bacarmalıdır. Yoxsa sən yanlış deyirsən, sən qadınsan, otur yerində, niyə sən mənim sözümün üstünə söz deyirsən? Yəni bu münasibətdir. Niyə deyilməsin? Bəs qadın kimə fikrini bildirməlidir? Bəs qadın nə zaman danışmalıdır? Qadını niyə bu qədər susturmağa çalışırıq? Çünki bu gün bizim rəyləri üzərinə danışdığımız insanlar cəmaətdir. Acınacaqlı tərəf budur ki, bunu dırnaqarası aparıcılar da, yəni savadlı cahillər də bu cür qələmə verir. Cinayəti gözəlləşdirir. Sanki bir qadın qətlə yetirilibsə, bu onun öz günahıdır. Mən burada bir şey əlavə edəcəm. Bu da nəyə görədir? Çünki cəmiyyətdə o qədər belə stereotip tipli deyimlər var, inanclar var ki, axırda misal üçün də buna bir şey misal çəkim, günah öləndədir. Bu artıq inanc insanlarda daima cinayəti törədəndə günah axtarmır, mərhumun özündə günah axtarılır. Bəli. Səbəb. İzləyicilərə də burdan sual verirəm ki, həqiqətən səbəb nədir axı? Yəni sizi nə məcbur edir ki, sadəcə olaraq o ölən şəxsdə, yəni bu dünyadan gedən bir şəxsdə günah axtarırsınız? Günahsız ola bilməzmi? Hansı duyğu sizi buna vadar edir? Qadınlar, elə eləməyin ki, sizi öldürmək kimi bir fikir ərlərinizin ağlından keçsin. Elə hərəkət etməyin ki, əriniz sizi öldürsün, özü heyf olsun, getsin həbsxanaya, siz torpağın altına, uşaqlarınız da onun bunun himayəsində qalıb, heyf olmasın, ağıllı olun, deyir. Bunu cəmaət demir, bunu dırnaqarası aparıcı deyir. Bunu savadlı cahil deyir. Nədir vadar edən ki, savadı keçdim, qoydum bir kənara. Bu cümləni işlətmək üçün təkcə savadsız olmaq kifayət etmir. Sən həm empatiyasız olmalısan, həm yəni qadın instinktin olmamalıdır da sənin belə çıxır ki. Çünki bir qadın bir qadına qarşı bunu deməz. Bu gün kifayət qədər qədir bilən qadınlarımız var ki, torpağın altındadır. Cinayətin, ölümün qədir bilməklə nə əlaqəsi var? Media işçisinin bu cür bir çıxış etməsi birmənalı şəkildə heç doğru qarşılanmır və qınanması bir çıxışdır. Bəli. Çox təəssüf ki. Və ağıllı ol deyil də, susun, tabe olun deyir. Əriniz nə desə odur. Uşağınıza görə susun.
Qaynananız nəsə desə, qaynatanız nəsə desə, sizə şiddət törədilsə belə, sizin sözünüz dinlənilməsə, ümumiyyətlə bir qadın olaraq dəyəriniz bilinməsə belə, sakitcə otur yerində, ailən olsun. Ailə bu deyil axı. Burada həm bir şey də görə bilərik ki, sanki bir qadın cinayəti baş verirsə, tək suçlusu qadın özüdür. Bəli, Az öncə dediyimiz kimi günahı yenə öləndə axtarırlar. Halbuki, yəni ola bilməzmi ki, yəni o qadın şiddət görür o evin içində. Şiddət görərək belə bu xanım zaten canından olacaq. Boşanmaq istəyir, boşanmasına belə icazə verilmir. Azərbaycan konstitusiyasında, yəni boşanmaq deyə bir qayda keçirsə orda, yəni demək ki, ailə yaranırsa və bunun boşanması hadisəsi də baş verə bilər. Boşanma nə zaman ola bilər? Ailə arasında, yəni cütlüklər arasındakı münasibət doğru deyilsə, yəni o münasibət deyil də, yəni söz dinlənilmir və ya bir-birləri üçün uyğun deyil. Ayrılmaq məqbul bir qərardır. bu gün boşananları da qınayırıq. Boşanmaların sayı artıb, çünki qadınlar baş qaldırır, boşanmaların sayı artıb. Çox üzr istəyirəm ifadəmə görə, çünki qadınlar qudurub. Boşanmaların sayı artanda belə qadın günahkardır. Heç kim də durub düşünmür ki, bu ailənin əvvəlinə bir qaydaq, qurulmamışdan öncə nəyə fikir verməliyik? Nəyin üzərində qurulmalıdır ki, bu ailə boşanmalar olmasın? Boşanmayın, susun, oturun demək əvəzinə, bu boşanma bir nəticədir, düzdürmü? Bunun səbəbinə qayıdıb o səbəbi aradan qaldırmaq lazımdır. Amma indi bir şey də deyim ki, təkcə bir tərəfli düşünməyək də burada. Bəzən qadınlar da həqiqətən elə olur ki, çox mənasız bəhanə ilə belə, yəni ortada bir gerçək səbəb olmadan da boşanma hadisəsi olur. Yəni boşanmaq üçün müraciət edirlər. Bəli, Tamam, ola bilər, anlayırıq, sevgi olmaya bilər, sevginiz bitə bilər. Buna ən azından bir mütəxəssis yardımı olaraq ortaya çıxardıb o sevginin itməsini çıxartmaq lazımdır. Çünki bu nədən yaranır? Ailə qurmamışdan öncə həmin insanlar bir-birlərini doğru şəkildə tanımır. tanımırlar. Bəli, nişanlılıq müddətini belə adi mentalitetə o qədər belə, vacib bir faktor kimi qoyulub ki, nişanlısansa evlənməlisən. Bəli, Nişanlı qayıdan bir qız olanda və yaxud da nişanlı qayıtmış bir bəy olanda, burada sanki bir artıq mənfi bir nüans kimi qeyd edirlər ki, onun nişanı qayıdıb. bəli. Bu münasibətdir. Artıq boşanma da yox, nişana o gözlə baxırlar. Bəli, sanki bu nişanlanıbsa artıq evlənib. Və bunlardan əlavə də bunu deyim ki, bəzən xanımlar heç özü seçim etmədən evləndirilir. Bəli. 16 yaşında, 15 yaşında, yeniyetməlik yaşında bir xanım evləndirilir. Bəli, Məncə belə bir xəbərimiz də olmalı idi. təbii ki, Mhm. o cür xəbərsiz həftəmiz keçmir. 16 yaşlı qızın sabah baş tutacaq toy məclisinin qarşısı alındı. 16 yaşlı qız və atası danışdı. Demək jurnalist yaxınlaşır, ataya sual verir ki, bəs sənin qızın 16 yaşı var. Olmaz. Bilirsinizmi ata cavabında nə deyir? Onsuz deyir, qız iştirak etmir, o bəy gəlin olmayacaq. Sadəcə olaraq biz toyu edək. Dəvətnamə başa düşürsüz, dəvətnaməni paylamışam. Mən necə dayandırım bu toyu? Mən necə bu toyu ləğv edə bilərəm? Dərdə bax. Dərdləndiyi mövzuya bax. Jurnalist sual verir ki, bəs nə olsun ki, gəlin yoxdur? Siz burdan cəmaatı aldadırsan, sən gəlin olmayanda toy baş tutmur. Sən deyirsən toyu edim, yox gəlin olmasın. Bəs sən necə bir ata olaraq qızını hələ özünü dərk etmə olan yaş dövründə, yəni hələ bir evlilik nədir, ailə nədir, anlayışı olmayan bir uşağını, qız övladını necə bir başqa ailəyə verə bilərsən? Yəni heçmi düşünmürsən bir ata olaraq ki, el görəsən nə deyəcək buna? Camaat sənin sadəcə o dəvətnaməni paylayıb toy məclisini dağıtmanı düşünəcək, amma sənin qızını erkən yaşda evləndirmənə heç nə deməyəcəkmi? Çox təəssüf ilə bildirmək istəyirəm ki, Aydan demirlər. Demirlər, fakt budur. Regionlarımızda bu söz deyilmir. Regionlarımızda xəstəxanalara 18, 15, 16 belə bir xəbər də var. Son dönəmlər deyir, yeniyetmə qızların abort sayı çoxalıb. Rəylərə baxıram, günah yeniyetmə qızda olur. O yeniyetmə qız nə bilir axı abort nədir? Nə bilir axı evlənmək nədir? Bir başqa xəbəri oxuyuram, 18 yaşında ana 7 aylıq bətnində körpəsi ölüb. Niyə bu qədər qız övladlarınızı ərə verməyə tələsirsiniz? Bu hələ ki qadın deyil, bu uşaqdır. Mən bu mövzularda biraz həssasam, emosiyalarımı idarə edə bilmərəm Aydan. Ona görə keçək növbəti xəbərə. Deyirəm, amma növbəti xəbər də cinayətdir. Bilirsiniz həftə ərzində nə qədər cinayətlər baş verir? Yəni biz bir-bir bunları qarşımıza çıxır deyə gözümüzə mi görünmür deyim, kifayət qədər böyütmürükmü deyim. Amma həftə ərzində hər həftə 3-4 cinayət nə deməkdir? Əvvəl bu sadəcə qadın idi. İndi kişi də var, uşaq da var. Yəni ölkə kriminala dönüb.
bilmirik hansı xəbəri müzakirə edək. Növbəti cinayət hadisəsi Naxçıvanda baş verib. Belə ki, Azər İbrahimli adında 34 yaşındakı şəxs Gürcüstana tır sürücülüyü edir və bu səfərlərin birində ofisiant bir qızla tanış olur, münasibət yaşayırlar. Halbuki Naxçıvanda onun 4 ildə ailə qurduğu həyat yoldaşı Aytac və 3 aylıqda körpəsi var. Daha sonra Aytac Azərin xəyanətini tutur və ona irad bildirir ki, bəs sən mənə xəyanət edirsən. Bu mübahisə 2 dəfə yaşanır. İkincisində artıq Azər Aytacı döyür, halsız vəziyyətə salır. Daha sonra bununla da hirsi soyumur, həyətdəki ipi götürür və Aytacı boğaraq öldürür. Çox detallarına varmaq istəmirəm. Bir sözlə cinayət edir. Etdikdən sonra etdiyi əməldən peşman olmur, özünü də öldürmək istəyirmiş. 3 aylıq körpəsinin səsini eşidib dayanır. Burada bir çox əslində psixoloji olaraq faktor var, hətta bir çox nüanslar var. Elə birinci cinayət hadisəsinin baş verməsi, cinayətə intihar adının Bəli, verilmə istəyi. Bir növ burada həmin şəxsin affekt halda olması. Çünki necə qeyd etdin, özünü də öldürmək istəyib, amma uşağının ağlama səsinə görə ayılıb sanki. məncə Beynində Çox üzr istəyirəm, sözümü tamamlayım daha sonra. Mən burada cinayətkara haqq qazandırmam və yaxud da ölən şəxsə. Heç bir fərqi yoxdur. Mən analiz edirəm. Diqqət etdinizsə, dedim ki, bir çox nüans var. bəli, Cinayət, hətta xəyanət, xəyanətinə haqq qazandırmaq istəyib. bəli, Həmçinin bir növdə bəzən var insanlarda gözdən düşmək, birdən kimsə öyrənər, gözdən düşər. O xarakter, şəxsiyyətin birdən alçalar. Bu da var. Bəli. Daha sonra isə affekt halı qeyd etdim. Affekt halında olub həmin şəxs. Uşağının ağlama səsinə görə artıq beyin ayılıb ki, mən cinayət törətmişəm. Və o xəbəri mən də detallı şəkildə oxumuşdum. Daha sonra o istəyib ki, çünki qeyd edib ki, bədəni sanki isti idi. Elə bildim ki, ölməyib. Hətta zəng edib, 103-ə zəng edib ki, xilas etməklə bağlı. Amma təbii ki, bu nəyisə düzəldirmi? Xeyr. Peşman deyil deyə qeyd etdin, amma burada peşmançılığını görmək olar ki, o artıq müraciət edib, yəni zəng edib ən azından xilas etmək istəyib. bəli. Əməlindən peşman olub müəyyən qədər. Bu da nəyin göstəricisi təbii ki, affekt halda olmasın. Affekt halı isə insanlar bəzən nələrsə qəbul etmir, özünü qorumaya keçir artıq. Qorumaya keçdiyi zaman da müəyyən hormonlar, yəni adrenalin qalxır, o id səviyyəsi var. Sigmund Freudun da qeyd etdiyi kimi, id səviyyəsində olan o müəyyən bir proseslər deyə, hallar deyə üzə çıxır və üzə çıxdıqca da bu emosiyalarını idarə edə bilmir. Yəni affekt hal emosiyaların pik həddidir. İdarə edilməyəcək. Bu da nədən yaranır? Emosiyaların çaxnaşmasından. Bir anda bir çox emosiya yaşayır. Bir çox duyğu altında olur. Həm düşüncə, həm duyğu. Təsəvvür et, sənə hər kəs, sən təksən, sənə 5 nəfər hücum edir. Bəli, Necə olacaqsan? qorxacam. Bəli. Qorxacaqsan və qorxu da orada gələndən sonra qorxu, həyəcan, qorunma instinkti, Bəli, daha sonra mental düşüncələr, inanclar, sağ qalma istəyi. bəli, bunlar da hamısı nəyə gətirir, çıxardır? Dediyim həmin affekt halı. İdarə edilməyən duyğular. Əslində burada uşağın ağlaması məncə müsbət bir haldır. Ən azından öz canına qıymayıb. Çünki öz canına belə qıyacağını qeyd etmişdi və bir neçə nüans demişdim. Bu nüanslardan əlavə də həmin şəxslərin sosial şəbəkədə tanış olduqlarını qeyd etdim və 2-3 ay ərzində evləniblər. Səncə düzgündürmü yəni? Bir neçə ay ərzində sən tanıdın. İnsanlar bəzən 30 yaşına çatırlar, özünü belə tanınmaqda güclük çəkir. Həqiqətən nə istədiyinin belə fərqinə varmazkən 2-3 ayda mən bir başqa insanı tanıyıb necə onunla ailə həyatı qura bilərəm? Doğru deyirsən Sevinç. Əslində bu da elə az öncə qeyd etdiyim kimi o emosiyalarına tabe olmaqdır. İdarə edə bilmirik. Bu da nədən asılıdır? Çünki həmin şəxs özünü artıq dərk etmir, özünü bilmir. Mənim duyğum nəyə xidmət edir, onu anlamır. Əgər biz hər duyğumuzun nəyə xidmət etdiyini bilsək, onu idarə etməyi də çox asanlıqla edəcəyik. Misal üçün, sevgi duyğumuz nəyə xidmət edir? Yəni, qarşı cinsinə, yəni əks cinsinə olan münasibətimizə, o aradakı duyğu paylaşımına. Amma bəzən bu duyğu paylaşımını belə insanlar
yanlış anlayırlar. Bəli, Yəni bir münasibətə mən daxil olumsa, mən istədimsə yetər deyirik, dururuq. Amma sual ver, qarşı tərəf səni istəyirmi? Sevgi varmı? Qarşılıqlı sevgi əsasında münasibət olmalıdır. Və bunda deyim ki, sevgi ilə eşqi bəzən insanlar qarışdırır. Eşq nədir? Aşiq olmaq. Ani o duyğuların, o hormonların bir qəfildən yüksəlməsidir. bəli, Yüksəlir, hər şey çox gözəldir, hər şey yaxşıdır, biz çox yaxşı anlaşırıq, ailələrimiz anlaşır. Ə, ən azından, yəni bir bir neçə ay zaman ayırmalısınız. Bir ay içində belə hər şey çox mükəmməl gedirsə, bunun 3 ay sonrasına belə baxmaq lazımdır ki, görüm mənim həqiqətən də ilk zamanda tanıdığım kimi davam edir bu münasibət. Davalar olacaq, olmalıdır. İnsanlar bir-birini tanıması üçün o konfliktlərin olması belə lazımdır ki, necə deyiblər, qarşındakı insanı tanımaq istəyirsənsə, onun əsəbi halını belə görməlisən ki, necə sənə yanaşır. Eyni də burada da həmin şəxslər heç özlərini belə tanımadan, yəni bir-birlərini tanımadan həmən evləniblər, ailə həyatı qurublar, hətta uşaq dünyaya gətiriblər. bəli. Amma nəticə necədir? Artıq burada bəy də, çünki bəy necə olub, gedib bir başqası ilə münasibət artıq qurur. Bu eşqdən yaranan hər bir münasibət müvəqqətidir. 1 il müddətində sadəcə çox yaxşı ailə modeli ola bilərlər, amma 1 ildən sonra isə bir-birlərinə öyrəşirlər və bu eşq, o hormonlar yatışır, sevgiyə keçə bilmir. Ailədə bu cür ailə obrazını dağıtmamaq üçün məcburi şəkildə evliliklərini davam etdirməyə çalışırlar. Burada mən izləyicilərə səslənmək istəyirəm. Öncə özümüzü tanıyaq. Nə istəyirik? Necə bir həyat yaşamaq istəyirik? Bunu dərk edək, fərqində olaq. Daha sonra bir partnyor axtaraq. Evlənməyi yaşımız ötür deyə uşaq sahibi olaq. Qocalanda bizə kim baxacaq kimi bəhanələrin arxasına sığınaraq evlilik qurulmur. Evlilik sevgi, güvən, hörmət üzərinə qurulur. Aydan, sən nə deyə bilərsən bir psixoloq kimi? Həmçinin evlilik bir növ əməkdaşlığa bənzəyir. İki şəxsin bərabər şəkildə qərar verərək ailə həyatı qurmasından yaranır. Təkcə duyğu deyil burada önəmli. Emosiyalarıma qapıldım və ya o mənə çox yaxşı hiss etdirir, mən onu çox yaxşı hiss etdirirəm, bir-birimizi tamamlayırıq. Həqiqətənmi bir-birinizi tamamlayırsınız, yoxsa o travma aldığınız və yaxud da çətinlik çəkdiyiniz və ya ümumiyyətlə sənin şəxsiyyət kimi formalaşdığın zaman ərzində müəyyən bir boşluqlar ki olur, həmin o boşluqlarını tamamlayır. Sevgi, ailə, münasibət bu demək deyil. Və buradan izləyicilərə də səslənirəm. Əziz izləyicilər, ailə həyatı quracağınız zaman çalışın özünüzə, hətta qarşınızdakı şəxsə sual verin. Biz bərabər bir yola çıxırıq. Bu yolu, həyat yolculuğunu deyək. Bu həyat yolculuğunu bərabər şəkildə davam etdirə biləcəyikmi? Biz bu ailə həyatını qurmaqdan əminikmi? Bir-birimizdən əminikmi? Bu suallara konkret şəkildə cavab verə bilirsinizsə, bu zaman ailə həyatı qurun. Əgər hər hansısa bir yerdə kiçik də olsa bir şübhə varsa, kiçik də olsa bir get-gəlli düşüncələr varsa, əmin olun ki, o ailə uzun müddətdə olmayacaq. Uzun müddətdə olsa belə müəyyən bir inanclara, o mentalitetə tabe olduğunuz üçün olacaq. Özünüzü də, qarşı tərəfin də həyatını məhv etməyin. Bu həftə cinayətlərin sayı çox idi deyə veriliş boyu biz cinayətlərdən danışdıq, amma düşünürəm ki, həm də bir o qədər də faydalı məsləhətlər verdik və psixoloji aspektdən yanaşa bildik. Təşəkkür edirəm izlədiyiniz üçün. Təşəkkür edirəm. Mən də eynilə Sevinç, sənə də, izləyicilərə də təşəkkür edirəm və ümidvaram ki, gələn həftə daha xoş, ürək açıcı xəbərlər olar. Ümid edirəm. Əziz izləyicilər, izlədiyiniz üçün təşəkkür edirəm. Sağ olun, salamat qalın.